Oruc qiyamət günündə qabağa keçər və Allah subhanahu və teala'ya nida eləyər ki, ilahi, bu bəndə mənə görə gündüzləri halallardan özünü məhrum eləyib. İstəyirəm ona şəfaətçi olum, onu bağışlayasan və oxuduğu Quran surələri, oxuduğu Quran ayələri keçər qabağa deyər ki, ilahi, biz şəhadət veririk ki, sənin bu bəndün gecələri bizi oxuyurdu, tilavət eləyirdi və istəyirik bizi oxuduğuna görə biz ona şəfaət eləyək, onu bağışlayasan. Allah deyir, onların ikisinin də istəyini, şəfaətini qəbul eləyər. Və bunlar hamısı Ramazan ayında baş verdiyinə görə insan bu ayı özü üçün fürsət qərar verməlidir. Özü üçün bu ayı qayıdış qərar verməlidir. Özü üçün bu ayı təmizlənmə qərar verməlidir. Çünki bu ayın ən üstün əməllərindən biri, orucun insana əta elədiyi ən böyük əməllərdən biri, xasiyyətlərdən biri səbirdir. Bəzən görürsən ki, insan günah müqabilində səbr eləyir. Bu da səbrin ən gözəl formalarından biridir. Bəzən görürsən, insan itaətdə səbr eləyir. Bizim tutduğumuz oruc Allaha elədiyimiz itaətdə səbirdir.